Nisbət mövzusu. Ədədləri və kəmiyyətləri müqayisə etmək üçün nisbətdən istifadə olunur. Yəni bir nisbət var, bir qismət var. Qismət hər hansı bir misalı həll edib aldığımız cavabdır. Yəni bölmənin komponentlərindən biridir. Məsələn, 15 böl 5 bərabərdir 3. Biz burada aldığımız bu 3 qismət adlanır. Qismət. Amma 15 böl 5 yazdığımız bu isə nisbət adlanır. Yəni 15-in 5-ə nisbəti. Ümumiyyətlə nisbəti ümumi halda məsələn dəyişənlərlə ifadə etsək A bölünsün B kimi və ya biz keçəndən keçmişdik ki, bilirik bunu kəsr kimi yazmaq üçün birinci surətdə yazılır, ikinci isə məxrəcdə yazılır. Yəni bu kəsr xəttimiz bölmə deməkdir. Yenə də A bölünsün B kimi ifadə edirik. Məsələn, biz indi 2 bölünsün 3 nisbətini 2 bölünsün 3 kəsr kimi yazsaq, 2 surətdə yazılır, 3 məxrəcdə yazılır. A nisbətin əvvəlki həddi, B isə sonraki həddi adlanır. Yəni bu əvvəlki həddi, bu isə sonraki həddi, əvvəlki həddi surətdə yazırıq, sonraki həddi isə məxrəcdə yazırıq. İndi gəlin nisbətin hədlərinin sıralamasını necə qəbul edək? Məsələn, dərsliyimizdəki nümunə üzərində bunu qeyd edək. Burada baxırıq ki, tam 5 dənə kubumuz var. İndi sual desə ki, bizə qırmızı kubların sayının mavi kubların sayına nisbəti. Qırmızı baxırıq 2 dənədir, mavi kublarımız 3 dənədir. Yəni 2 bölünsün 3 kimi yazırıq. Sonra ümumi kubların sayının qırmızı kubların sayına nisbəti. Ümumi 5 dənədir, qırmızı isə 2 dənədir. 5 bölünsün 2. Və ya deyə bilər, ümumi kubların sayının mavi kubların sayına nisbəti. Ümumi 5 ədəddir, mavi 3 ədəddir. Nisbətin hədləri idi. Bax, bu əvvəlki həddi idi birinci, ikinci isə sonraki həddidir. Bunların yerini dəyişdikdə, biz bunu 3 bölünsün 2 yazdıqda, bunlar bir-birinə bərabər olmalılar. Sadəcə bu həmin nisbətin tərsi alınır. Yəni 2 böl 3 nisbətinin tərsi 3 bölünsün 2-dir. 5 böl 2 nisbətinin tərsi 2 bölünsün 5-dir. Biz əgər bunu 2 bölünsün 5 eyni bu kublar üzərində ifadə etdisə, necə deyərik? 2 dənə nə var? Qırmızı, 5 dənə də ümumidir. Yəni qırmızı kubların sayını ümumi kubların sayına nisbəti kimi ifadə edəcəyik. İndi gəlin çalışmalarımıza baxaq. İndi bax, məsələn, burada fikirləş yazıb, şəkildəki kubların ümumi sayının qırmızı kubların sayına nisbəti. Deyilən birinci yazılır. Bax, ümumi sayının, ümumi nə qədərdir? 5 dənə. Buraya yazırıq 5. Qırmızı kubların sayı isə 2 dənədir. 5 bölünsün 2 olacaq. Kubların sayı ilə bağlı əlavə hansı nisbətləri yazmaq olar? Bayaqları dedim. Bu nisbətlərin tərsi nəyi göstərir? Yəni deyirəm, məsələn, burada 2 bölünsün 5 yazsaq, o deməkdir ki, qırmızı kubların, ümumi kubların sayına nisbəti. İndi gələk çalışmalarımıza. Şəkildə verilənlərə görə tələb olunan nisbəti yazın. Bu nisbətlərin tərsini də yazın və nəyi göstərdiyini izah edin. Futbol toplarının sayının topların ümumi sayına nisbəti. Burada cəmi bizim 2 dənə futbol topumuz var. 2 futbol topumuz var. 2 dənə futbol topumuz var. Qeyd edirik. 2 dənə futbol topu var. Ümumi toplarımız isə 5 dənədir. İndi futbol toplarının sayını 3 dənə, daha doğrusu 3 dənə 2-ni bölürük 3-ə. Qızların sayının oğlanların sayına nisbəti. Bu qız, bu qız, bu da qız, bu da qız. Gördüyüm qədərlə yəqin düz oldu. Bu oğlan, oğlan, oğlan. Qızlar 4 dənədir, 4 nəfər. Oğlanların sayı isə 3-dür, 4 bölünsün 3. İndi bunun tərsi olur 3 bölünsün 4. Nə ifadə edir? Onda da deyəcək oğlanların sayının qızların sayına nisbəti. A variantında da tərsi 3 böl 2 olacaq. Nə deyərik? Ümumi topların sayının futbol toplarının sayına nisbəti. 2-dən. Fiqur 6 kongruent 3 bucaqdan. Kongruent nədir? Yəni bərabər. Bunların hər biri bir-birinə bərabərdir. Uyğun nisbətləri yazın. A variantında rəngsiz 3 bucaqların sayının rəngsiz bir dənədir.
Rəngli üçbucaqların sayına 5 dənə də rənglidir. B-də rəngli üçbucaqların sayının 5, ümumi saya nisbəti 6. C-də üçbucaqların ümumi sayının rəngli üçbucaqların sayına nisbəti 6/5. Bax, nisbət bu şəkildə yazırıq, hesablama aparmırıq. 3 nömrəli çalışmamızda sinifdəki qızların sayı ilə oğlanların sayı nisbətindədir. Oğlanların sayının demək 13 12-dirsə, burada cəmi 13 üzərinə gəl 12 bərabərdir 25 nəfər şagird var. İndi deyir, oğlanların sayının, bizdə də bu qızlar 13-dür. Qızların sayı ilə oğlanların sayı nisbətini verib də, ona görə birinci qızlardır, ikinci oğlanlar. İndi deyir, oğlanların sayının şagirdlərin, oğlanlar 12 idi, şagirdlər də 25. 12 ilə 25 üçün ortaq bölən yoxdur deyə sadələşdirmirik, qalır belə. B-də şagirdlərin ümumi sayının, şagirdlərin ümumi sayı 25-dir, qızların sayı isə 13-dür. 25/13. 4-də meyvə qabında 5 alma, 5, 3 nar, 2 heyva var. Heyvada 2. Uyğun nisbətləri yazın. Narların sayının almaların sayına. Nar 3-dür, alma 5. Almaların sayının narların sayına 5/3. Almaların sayının heyvaların sayına 5/2. Meyvələrin ümumi sayının, bunları cəmləsək 10 dənə meyvə var. Meyvələrin ümumi sayının 10, narların sayı isə 3-dür. 10/3. Fiqurların forma və rənglərinə görə nisbətlərin nə ifadə etdiyini müəyyənləşdirin. 3, 4. Baxaq görə, nədən 3 dənə var? Rənglərə görə qruplaşdıra bilmədik. Amma dairələrimizə baxırıq ki, bax 3 dənə dairəmiz var. Deməli, dairə 3 dənədir. 4 dənə də kvadratımız var. Baxaq, 1, 2, 3, 4 dənə kvadratdır. 1, 2, 3 dənə də dairədir. Bax, dairəmiz 4 dənə. Deməli, dairələrin sayının 3/4 nisbəti dairələrin sayının kvadratların sayına nisbəti. İkincidə 4/7. Yenə qruplaşdırmalıyıq. 4 dənə nə var? 7 ümumi saydır. 4 dənə də kvadrat var. Deməli, burada da olacaq kvadratların ümumi fiqurlara nisbəti. Yəni 4/7 kvadratların ümumi fiqurların sayına nisbət olacaq. 5/2. 2 dənə qırmızı rəng var, 5 dənə də mavi rəng. Deməli, qırmızı rəngin bu 5/2 olacaq. Qırmızı rəngin mavi rəngi. Qırmızı bölünsün mavi. 2/7. 2 dənə qırmızı var, qırmızı, 7 dənə də ümumi. Yəni, qırmızı bölünsün ümumi. 3/7. 3 dənə dairə var. Dairə, 7 dənə də ümumidir. Yəni, ümumi fiqurlara nisbəti. Ekvivalent nisbətlər nə deməkdir? Ekvivalentlik bərabərlik deməkdir. Yəni, nisbətin hər bir həddini sıfırdan fərqli eyni bir ədədə vursaq və ya bölsək, əvvəlkinə bərabərlə ekvivalent eyni. Yəni, bərabər və ya ekvivalent nisbət alınır. Məsələn, elə bax, bu 12/5-in üzərində izah edeyim. 12 bölünsün 15. Biz bilirdik ki, nisbəti kəsr şəklində yazırıq. 12, 15. Kəsrin xassəsi də necədir? Surət və məxrəci eyni bir ədədə vursaq və ya bölsək, kəsrin qiyməti dəyişmirdi. Ona görə biz burada 12-ni və 15-i hər ikisini 3-ə bölə bilirik. 3-ə bölürəm. 12-ni 3-ə böldüm 4, 15-i 3-ə böldüm 5. Yəni, surəti nəyə bölmüşəmsə, mütləq məxrəci də həmin ədədə bölürəm. Məxrəci nəyə bölmüşəmsə, surəti də həmin ədədə bölürəm. Artıq bizdə, bax, bunu da indi necə nisbət kimi yazarıq? 4/5. Yəni, 12/15 nisbəti ilə 4 bölünsün 5 nisbətləri ekvivalent və ya bərabərdir. Hətta vurub da bərabər nisbət yaza bilərik. Məsələn, bizə deyər ki, 2/3 nisbətinə bir neçə ekvivalent nisbət yaz. Yəni, 2-ni 2-yə vuraram 4, 3-ü 2-yə vuraram 6. Yəni, birinci əvvəlki həddi nəyə vurmuşamsa, mütləq sonraki həddi də həmin ədədə vurur. Məsələn, 5-ə vurarıq.
2-ni 5-ə vurduq 10, 3-ü 5-ə vurduq 15. Bunlar hamısı bir-birlərinə ekvivalent nisbətlərdir. Çalışmamızda uyğun nisbətləri yazın və sadələşdirin. Rəngli hissələrin sayının rəngsiz hissələrin sayına nisbəti. A-nın birincisində rəngli 3 dənədir, rəngsiz isə 9 dənə. Sadələşdirsək hər birini 3-ə bölürük, 1 bölünsün 3 olacaq. İkincisində rəngsiz hissələrin sayının 9, bütün hissələrin sayına nisbəti 12. Hər ikisi 3-ə bölünür, 3 bölünsün 4. Üçüncüsü, bütün hissələrin 12, rəngli hissələrin sayı 3, hər ikisi 3-ə bölünür, 12 3-ə 4, 3 3-ə 1. B variantına yenə eyni ilə bu 3 bəndi B variantı üçün yerinə yetirməliyik. Rəngli hissələrin sayı 3 dənə, rəngsiz hissələrin sayı 3 dənə, bu da 1 bölünsün 1 olacaq. İkinci, rəngsiz hissələri 3, bütün hissələr isə 6, hər ikisi 3-ə bölünür, 1 bölünsün 2. Üçüncü, bütün hissələr 6, rəngli hissə isə 3, hər ikisi 3-ə bölünür, 2 bölünsün 1. C-də birinci, rəngli hissələrin sayının rəngli 3 dənədir, rəngsiz hissələr isə 3, 4, 5, 6 dənə. Bunu da sadələşdirsə hər ikisi 3-ə bölünür, 1 böl 2. İkinci, rəngsiz hissələrin 6 dənə, bütün də 9-dur. 6 böl 9, hər ikisi 3-ə bölünür, 2 bölünsün 3. Üçüncü, bütün hissələrin sayının 9, rəngli hissələr isə 3-dür. Hər ikisi 3-ə bölünür, 3 bölünsün 1. 7. Verilmiş nisbətə ekvivalent olan 3 nisbət yazın. Bayaq dedik ki, dərsdə nisbətin hədlərini eyni bir ədədə vurub və ya bölə bilərik. Məsələn, 5 ilə 1 qarşılıqlı sadə ədədlər. Burada ancaq vura bilərəm. 5-i 3-ə 15, 1-i 3-ə 3. 7-də 3-ü, hər ikisini 2-yə vurdum, vurulsun 2. 3-ü 2-yə 6, 7-ni 2-yə 14. 7 ilə 11, 3-ə vurdum 21, hər ikisini 33. Yəni, eyni bir ədədə vurub və ya bölə bilərsiniz. Mən hərəsinə aid bir nümunə yazdım. Burada 3 dənə nisbət istəyir. Digərlərini də siz yaza bilərsiniz. Bəziləri var ki, bölmək olmur. Onu ancaq vurma ilə edə bilərsiniz. Amma bölmək mümkün olarsa bölə də bilərsiniz. Sonra təkrar vura da bilərsiniz. Yəni, narahat olmayın, hər biri doğrudur. 8-də deyir, ekvivalent nisbətləri müəyyən edin. Yəni, bunların içərisindən tapmalıyıq. Birincini götürdüm, 4 bölünsün 6. Bunu sadələşdirsək, hər ikisi 2-yə bölünər, 2 bölünsün 3. Baxaq görə 2-3 nisbətində başqa hansı var? Bax, bu. Deməli, bununla bunu bir qruplaşdırdıq. Yəni, 4 böl 6 ilə 2 böl 3 bir-birinə bərabər oldu. 2 ilə 7. Baxaq, 8 onu sadələşdirsək, hər ikisi 2-yə bölünər, bu 4 bölünsün 5. Gəlin hamısını sadələşdirək, onda tapmaq rahat olacaq. 12 ilə 15, hər ikisi 3-ə bölünər, 4 bölünsün 5. 200 ilə 700, hər ikisi 100-ə bölünər, 2 böl 7. 10 ilə 6, 2-yə bölərik, 5 bölünsün 3 olacaq. 36 ilə 8, hər ikisi 4-ə, 9, 2, 5, 3 qalsın, 9, 2-də qalsın. Demək, 36, indi 2 ilə 7-yə uyğun olan 2, 7 bərabərdir 200, 700. Bunlar da getdi. Yazdıqca qeyd edin ki, 8 ilə 10-a, 8, 10. 4 böl 5 olan bir də 12 böl 15 idi. Bunlar da getdi. 10 ilə 6. 10-un 6-ya nisbəti 5, 3 olan, burada bax, elə 5, 3 var. 5, 3. 16 da getdi.
9 ilə 2, yəni 36-nın 8-ə nisbəti ilə də 9 ilə 2 nisbətini bir qruplaşdırdıq. Yəni bütün olan verilənlərin hamısını qruplaşdırmış olduq. 2, 4, 6, 8, 12 dənə bizə nisbət vermişdi. Biz onlardan 6 dənə cüt 1, 2, 3, 4, 5, sayanda səhv 10 dənə nisbətdir. Ona görə 5 dənə cütümüz oldu. 1, 2, 3, 4, 5. Yəni 10 nisbət vermişdi. Biz onlardan 5 dənə ekvivalent nisbətlər cütünü tapmış olduq. İndi bizə 9-da da yenə deyir ki, bunları nisbətləri sadələşdir. Yəni deyir, verilmiş nisbətləri iki natural ədədin nisbəti şəklində yazın və mümkün olduqda sadələşdirin. İlk öncə nə edir? Bax, 1,6 ilə 1,6 bölünsün 4,8. Natural ədədin nisbəti şəklində yazmaq üçün hər birində bir vergülümüz var deyə 10'a vururuq. 1,6-nı 10'a vururuq. Lap istəsəz ardıcıl yaza da bilərsiniz. Vurulsun 10 bölünsün 4,8 vurulsun 10. Bərabər ədədi 10'a 100'ə onluq kəsir. 10'a 100'ə minə vurduqda vergülü sıfırların sayı qədər sağa sürüşdürür. Olur 16 böl 48. Hər ikisi 16 da 16'ya bölünür. Yəni yazarım 16 böl 16 bölünsün. 48'i də bölürəm 16'ya. 48 bölünsün 10'a. O da bərabər 16'nı 16'ya böldük. 1, 48'i 16'ya 3. Yəni 1'in 3'ə nisbəti. 1,6'nın 4,8'ə nisbəti 1'in 3'ə nisbəti şəklində olacaq. 2,5 ilə 7,5 bərabər. Hər dəfə bu şəkil uzun yazmanıza ehtiyac yoxdur. Əgər başa düşürsünüz, birbaşa da yaza bilərsiniz. 25, hər ikisini 10'a vurdum, böl 75. Baxan kimi bunlar üçün, məsələn, əbab tapırıq da. 25'ə bölünür, 75 25'ə bölünür deyə elə hər birini 25'ə bölürəm. 25 25'ə 1, 75'i 25'ə 3. İndi 7'də 3 bölünsün 7'də 6. Bu kəsirin kəsirə bölünməsidir. Bilirik ki, birinci kəsir olduğu kimi qalırdı. İkinci kəsiri tərsinə çevirib vurma kimi yazırdıq. 7 ilə 7 ixtisar olur. 3 ilə də 6. Hər ikisi 3'ə bölünür. 3'ü 3'ə 1, 6'nı 3'ə 2. Surətdə qaldı 1 vurulsun 1, məxrəcdə isə 1 vur 2, yəni 2. Bunu da belə nisbət kimi 1 böl 2 kimi də yaza bilərik. 5'də 2 növbəti. 5'də 2 bölünsün 3'də 1. Birinci kəsir olduğu kimi qaldı. Vurma yazarıq. İkincini isə bu şəkil. Bu da 2 vurulsun 3, 5 vurulsun 1. Yəni 6 bölün. Bu da 6'nın 5'ə nisbəti. Biri onluq kəsirdir, digəri isə adi kəsirdir. Birinci ya birincini onluq kəsirə gətirməliyəm. 10'da 6. İkincini isə bölmədir deyə vurma şəklində yazıb 3'də 8. İndi ixtisar eləyərik. 6 ilə 3 hər ikisi 3'ə bölündü 2, 10 ilə 8 hər ikisi 2'yə bölündü 5, 4. Yuxarıda qaldı 2 vurulsun 4, məxrəcdə isə 5 vurulsun 1, yəni 5'də 8. Bu da 8'in 5'ə nisbəti. Və ya onluq kəsirə çevirməklə 8'də 3'ü onluq kəsirə çevirərik. Sonra 10'a 100'ə minə necə ki vurub natural ədədə gətirib o şəkildə yaza bilərsiniz. Mesela bu 0,6 bölünsün. 8'də 3'də demək 1000'də 8'i bu olacaq 125'ə vururam 1000'də 3'ü də 125'ə vururuq 375. Yəni olur 0,6 bölünsün 0,1000'də 375. Hər birini 1000'ə vururuq. Bu olacaq 6, 1, 2 dənə. Bölünsün 375. Bunların hər biri məsələn 75'ə bölünür. Əgər görə bilməsəz, sonu 0 və 5'dir deyə 5'ə bölərik. 600'ü 75'ə böldük 8, 375'i 75'ə böldük 5. Amma
Mesela bəzi misallarda var ki, onluq kəsrə çevirmə daha rahat olur. Bəzilərində adi kəsrə çevirəndə daha rahat olur. Mesela burada birinci üsul daha rahat idi. 10-cu çalışmamızda nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi müəyyən edin. Bax, birinci birinciyə uyğun olmalıdır, ikinci də ikinciyə. Yəni bu buna uyğun olmalıdır, bu da buna. 4-dən 20 almaq üçün 5-ə vurdumsa, deməli 3-ü də 5-ə vurmalıyam. Burada olacaq 15. İndi burada 12 ilə 3 uyğundur. Yəni 12-dən 3 alma və ya 3-dən 12 alma neynəmişəm? 4-ə vurmuşam. Deməli 1-i də 4-ə vurmalıyam. Burada 4 olacaq. 8. 8-i məxrəc uyğun orada neynəmişik? Vurmuşuq 3-ə. Demək ki, sürətlə 3-ə vurmalıyıq. 15. 16, 4. Bu da 0,8. Yəni 16-nı neçəyə bölüb 0,8 elib. Çünki birincinin birinci uyğun olmalıdır. Bölüb 0,2-yə. Deməli 4-ü də 0,2-yə bölməliyəm. Daha doğrusu 16-nı 20-yə, 0,2-yə yox, üzrlü sayım burada. 16-nı 20-yə bölüb 20-yə 0,8 alınır. Deməli 4-ü də 20-yə bölməliyəm mən. Bu natural ədədin də natural ədədə bölünməsidir. Sadəcə burada 0 yazmalıyıq da. 4-ü də 20-yə böləndə 0,2. Yəni birincini mən nəyə bölmüşəmsə, ikincini də mütləq həmnədədə bölməliyəm və ya nəyə vurmuşamsa, ikincini də həmnədədə vurmalıyıq. Uşaqlar ekvivalent nisbətlər yazdıqlarını söylərlər. Səhvləri tapın. Burada toplama yazıb Elxan ola bilməz, çünki vurmalıydıq. 3-ü 3-ə vurub 9, məxrəcli eynədədə vurmalıyıq 42, bəli, Samir doğrudur. Lalədə isə birini sürəti vurub, məxrəci bölüb, belə də olmaz. Yəni sürəti də, məxrəci də ya vurmalıyıq, ya da bölməliyik. Ekvivalent nisbətlər yazmaqla cədvəli tamamlayın. Üçbucaqların sayı 1 olanda 3 dənə tərəf olur. 2 olanda, demək 3 dəfə bundan çoxdur, 6 olacaq. 6, yəni 1-i 2-yə vurub, 3-ü də 2-yə vururam. İndi 3-ü 3-ə vurub 9 alıb deyə, 1-i də 3-ə vururam, burada olur 3. 1-i 5-ə vurub, deməli 3-ü də 5-ə vurmalıyam, 15. Quşların sayı. Bir quşun 2 qanadı varsa, biri 3-ə vurdu, deməli 2-ni də 3-ə vurmalıyam, 6. İndi burada 2-ni 5-ə vurub, deməli 1-i də 5-ə vurmalıyam, 5. Növbətdə biri 9-a vurub, demək 2-ni 9-a vurub, buraya yazmalıyam 18. Yəni 1 quşun 2 qanadı, 3 quşun 6 qanadı, 5 quşun 10 qanadı, 9-un da 18 qanadı var. Karandaş qutularının sayı. Bir qutuda 8 karandaş var. Biri 2-yə vurdu, bunda 8-i 2-yə vurmalıyam 16. Biri 3-ə vurdu, 8-i 3-ə vurmalıyam 24. İndi bura baxım, 8-i 5-ə vurub deyə, biri də 5-ə vurmalıyam 5. Yəni 5 qutuda da 40 karandaş olur. Nisbətə aid məsələlərlə davam edək. Ayran hazırlamaq üçün hər bir stəkan qatığa 2 stəkan su qarışdırır. 1 stəkan qatıq, üzərinə 2 stəkan su qarışdırdıq. Olacaq nə? 3 stəkan ayran. İndi deyir, ekvivalent nisbət cədvəli tamamlayın, suallara cavab verin. 1 stəkan qatıq 2 stəkan su, 3 stəkan qatığa 2 dəfə artır da 6, 4 stəkana 8 stəkan su, 10 stəkan suya da 5. Yəni su qatıqdan 2 dəfə çoxdur. İndi A variantında 1 stəkan qatıq 2 stəkan sudan nə qədər ayran alınır? Elə bunu burada yazdıq. Bu A variantının cavabı oldu 3 stəkan ayran. 15 stəkan ayran hazırlamaq üçün. İndi deyir 15 stəkan ayran olsun. Neçə stəkan qatıq lazımdır? Deməli 1 stəkan qatıqdan 3 stəkan ayran alınır. 15 stəkan ayran alınmışsa, bu bundan 5 dəfə çoxdur. Deməli bu da 5 dəfə çox olmalıdır. 5 stəkan qatıq.
Yəni 1 stəkan qatıqdan 3 stəkan ayran alınırsa, 5 stəkan qatıqdan da 15 stəkan ayran alınır. Burada da olacaq 5 stəkan qatıq. 4 stəkan qatığa 6 stəkan su qarışdırılıb. Elə bax, bayaqki cədvəlimizdə yazmışdıq. Görürsünüz, 4 stəkana 6 stəkan su olmalıydı. 4 stəkan qatığa biz qarışdırmalıydıq, amma nə qədər suyu özündən 2 dəfə çox idi. 8 stəkan su. Bu da 6 qarışdırıb deyə daha neçə stəkan su əlavə edilməlidir? 8-dən çıxırıq 6-nı 2. Cavab olur 2. 14. Dəftərlərin 48 səhifəsindən 40 səhifəsi yazılmışdır. Yəni, cəmi 48 səhifə var. 40-ı yazılıb. Deməli, 8 səhifə yazılmayıb. Yazılmayıb. İndi bizə deyir ki, hər nisbət nə ifadə edir? 40-ın 8-ə, onda nə deyəcək? Yazılan səhifələrin yazılmayan səhifələrin sayına nisbəti. 8-in 40-a, yazılmayan səhifələrin yazılan səhifələrin sayına nisbəti. 40-ın 48-ə, yazılan səhifələrin ümumi səhifələrin sayına nisbəti. 8-in 48-ə, yazılmayan səhifələrin ümumi səhifələrin sayına nisbəti. 48-in 40-a, ümumi səhifələrin yazılan səhifələrin sayına nisbəti. 48-in 8-ə isə ümumi səhifələrin yazılmayan səhifələrin sayına nisbəti. Nisbətləri sadələşdirin deyir. Hər birini 8-ə bölərəm. Bu olacaq 5 bölünsün 1. Yenə 8-ə bölərik. 1 böl 5. Burada 8-ə bölərik. 5 böl 6. 8-ə bölərik. 1 böl 6. 8-ə bölərik. 8 böl 5. 8-ə bölərik. 6 bölünsün 1. Üsunlu diaqramda 6A sinifində oxuyan şagirdlərin məktəbə gəlmə üsulları. Bax, maşınla gələnləri, bunların hamısını qeyd edək özümüzə. Maşınla gələnlər 4 nəfərdir. Avtobusla gələnlər 7. Piyada 8. Çünki bax, buradan baxırıq, görürsünüz, 7-dədir, bu 4-dədir, bu 8-dədir və metro ilə gələnlər isə 5 nəfərdir, 5. İndi bizə A variantında deyir, piyada gələnlərin sayının, elə özünüzə yazın, avtobusla gələnlərin sayına nisbəti piyada 8, avtobusda 7. B-də metro ilə gələnlər maşınla gələnlərə. Metro 5, maşın 4. C-də şagirdlərin ümumi sayını, bunları ümumi sayını tapaq. 4, 7, 11, 13, 24. 24 nəfər şagirdimiz var. Şagirdlərin ümumi sayının 24, avtobusla gələnlərin sayına 7. D-də maşınla gələnlərin sayını 4, sinifdəki şagirdlərin hansı hissəsini təşkil edir? Maşınla gələnlər 4 nəfərdir, ümumi isə 24 idi. Bunlar da hər biri 4-ə ixtisar gedir, 6-da 1 hissəsi. Nisbətlərin tərsini yazın və mənasını izah edin. Yəni 8 böl 7-nin tərsi 7 böl 8. Bu da deməkdir ki, avtobusla gələnlərin piyada gələnlərin sayına nisbəti. Digər bəndlərində özünüz yazarsınız. 16. Sonuncu məsələmiz. Qızıldan zinət əşyaları hər 15 qram təmiz qızıla 4 qram mis əlavə edilir. Yəni 15 qram qızıl, bunun 4 qram mis. Cədvəl tərtib etməklə suallara cavab verin. Zərgər zinət əşyaları, gəlin elə burada cədvəlimizi qeyd edək. Bu olsun qızıl, bu olsun mis. 15 qram qızıla 4 qram mis əlavə edir. Zərgər zinət əşyaları 90 qram qızıla, qızılın xanasına 90 yazırıq, neçə qram mis əlavə etməli. 15-i nəyə vurduq 90 oldu? 6-ya. Demək 4-ü də 6-ya vurmalıyam.
4 vurulsun 6, burada olacaq 24. Neçə qram qızıla 20 qram mis. Misə 20 yazıram. İndi qızılı tapmaq üçün 4 neynədir? 20 aldıq. 5-ə vurduq. Deməli, bu 15-i də 5-ə vurmalıyıq. Bu da 75. Alınan qarışığın kütləsi nə qədər olar? Qarışığın kütləsini istəyir burada. Yəni 75 üzərinə gəl 20 bərabərdir 95.